faciəli ən qəddar soyqırımlardan biri də Xocalı faciəsidir. Məlumdur ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSR-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlərdi. Xocalıya ağır hərbi texnikadan amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçılar tərəfindən zəbt edilmişdi. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdi. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışlardı. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onları amansız divan tutmuşdular. Beləliklə soyuq, qarlı fevral gecəsində nə qədər qız gəlin əsir düşmüş, girov götürülmüşlərdi. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan həlak olmuşlar. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər, 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olmaqla öldürülmüş, 487 nəfər şikəst olunmuş, 1270 nəfər dinc sakin, uşaqlar, qadınlar əsir alınaraq ağla sığmaz erməni işgəncələrinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmışdır. Hətta meyitləri də təhqir etmişlərdir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı soyqırımı və Milli Matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Hər il 26 fevralda ölkə başçısı Xocalı soyqırımı ilə əlaqədar xalqa müraciət edir. Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər tərəfindən tək Azərbaycanın torpaqlarına göz tikmək, onu qəsb etmək yox, bizim xalqa qarşı soyqırımı kimi vəhşi bir yola düşmək artıq mövcuddur. Və bu Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyə qədər bizi sızıldadır. O yara sağalmayıb, yara bağlanmayıb, o yara həmişə bizim qəlbimizdə olacaqdır. Biz bir amalla, bir arzu ilə yaşamışıq bütün bu illər ərzindəki bu torpaqlara qaydaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik. Onların tör-töküntülərini məhv etmişik. Və mən Füzuli şəhərində demişəm, bir də demək istəyirəm. Biz Kaçaryan Sarkisyan ordusunu məhv eləmişik. Biz Kaçaryan Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Onları biz məğlub etmişik. Paşinyan indi kimdir, mən indi onun haqqında danışmaq istəmirəm. Nə lazımsa demişəm. Kaçaryan Sarkisyan, siz diz çöktünüz bizim qabağımızda. Siz buranı, bax bu günə saldınız. Bütün işğal edilmiş torpaqları. Siz bu məscidi dağıtdınız. Və 2-ci Qarabağ müharibəsi dövründə qaçdılar, gizləndilər.
Burunlarını da belə soxa bilmədilər döyüş bölgəsinə. Və hardadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxardın dəmir dümürləri. Onun qiyməti yoxdur. Ordenlər taxmısınız öz döşüyüzə. Qəhrəman. Yalancı qəhrəmandılar bunlar. Bax, mən burada durmuşam. Dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində. Gəlmişəm bura, öz ordumla. Qalib kimi gəlmişəm. Sizsə öz miskin həyatınızın sona qədər məğlub edilmiş qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada? Sıçan kimi. Kaçeran Sarkisyan, sizə deyirəm mən. Paşinyan heç kimdir. Onun indi dərdi azarı hakimiyyətə qalmaqdır. Buna görə də bütün müxalifəti tutturur. Qərb də susur buna, susur. Ağzına su alıb. Görmür ki, nələr baş verir orada. Hərbi cinayətkarlar, Xocalı qatilləri sizi məhv eləmişik. Azərbaycan əskəri, Azərbaycan zabiti sizi məhv eləyib. Əcəb deyil. Bildiyimiz kimi 2023-cü ilin 19-20 sentyabr tarixlərində Ali Baş Komandan İlham Əliyevin siyasi, hərbi, diplomatik iradəsi nəticəsində lokal antiterror əməliyyatları həyata keçirildi və Xocalı düşmən tapdağından azad olunub öz hürriyyətinə qovuşdu. Bu gün mütəmadi olaraq Xocalıya köç kərvanı həyata keçirilir. Xocalılar öz ata-baba yurtlarına qayıdırlar. Bu torpaqlara yeni nəfəs verilir, yeni ruh verilir. Azadlığın mübarək, əziz Xocalı. Sensiz